Salam. Bugün danışırıq kölgə tərəflərimizdən. Hansı ki, bu kölgə tərəflər bir vaxtlar bizim əslində əsl özümüzü təmsil edirdi. Yəni bizdə var olan, amma bastırmaq məcburiyyətində olduğumuz o tərəflər, bacarıqlarımız idi. Bir zamanlar onlar qəbul görünmədi. Valideynlərimiz, ətraf tərəfdən, ailəmiz, sevdiklərimiz, hər kimsələrsə tərəfdən və biz onları bastırmaq və bir növ belə deyək də insanlardan gizlətmək məcburiyyətində qaldıq və başqa maskalara bürünməyə başladıq. Hansı ki, bəlkə həddindən çox oynaq, şən, deyib gülən, həddindən çox xəyalpərəst bir uşaq idin, amma bunlar heç qəbul görülmədi. Yəni, əşirsən, nə boş-boş xəyallar qurursan, kimi sözlər, sən nə qədər gülürsən, sən nə qədər dəcəllik eləyirsən kimi sözlər səni bir yerlərdə artıq maskalanmağa məcbur etdi. Hansı ki, sən artıq mükəmməl olmağa, güclü görünməyə, daha sakit, daha sözə baxan, daha bir növ belə deyək də, valideynlərinin sevgisinə və qayğısına layiq görülmək üçün çabalayan bir uşağa dönüşdün. Hansı ki, sənin təbiətin onsuz var idi, yəni orada sənin əsl öz xislətin, təbiətin mövcud idi, amma o mövcudluğundan qəbul görülmədin və indi də özünə qarşı bu şəkildə yanaşırsan. Və əslində bastırdıqda bilsən nə olur? Əslində o sevmədiyin yanların bir başqalarında güzgülənməyə, aynalanmağa başlayır və sən onlarda onu görürsən, deyirsən ki, bu nədir belə, yəni ki, niyə bu insan belədir və ya ki, bu insanlar belədir kimi sözlər deməyə başlayırsan və onları qəbul eləyə bilmirsən, qəbul görə bilmirsən. Əslində qəbul eləyə bilmədiyin bilirsən nədir? Bir vaxtlar həmin o görülməyən, duyulmayan, sevilməyən tərəflərindir. Hansı ki, bu tərəflərin sənin özün idi, yəni əsl sən idi, amma qəbul görülmədi deyə bu artıq kölgədə qalmağa, bastırılmağa başlandı. Və sən artıq indi özünü elə bir kimliklə ifadə edirsən ki, elə bir kimlik yaratmısan ki, ondan çox-çox uzaqdasan, uzaqlaşmısan. Və bu fərqində olaraq şuurlu etdiyin bir şey deyil. Bu əslində sənin sağ qalmaq üçün etdiyin bir şeydir və bu normal və təbiidir. Bunu bilməyini istəyirəm ki, bu hər birimizdə demək olar ki, bu şəkildə baş verir. Amma indi artıq sən böyümüsən, yetkinsən və həmin o versiyanı qəbul edə bilərsən, həmin o versiyanı yaşada bilərsən və beləliklə də ona bir şans tanınmış, bir növ ona həyat, nəfəs vermiş olarsan ki, daxilindəki uşaq da, yəni buna görə sevinsin, daha da yaradıcı ola biləsən, daha da görünür ola biləsən, daha şən ola biləsən, həyatı həqiqətən də minnətdarlıq nöqtəsindən yaşaya biləsən. Belə, yəni bir zamanlar qəbul edilməyən tərəflərin, qəbul edilməyən bacarıqların nələr idi, bunlara baxmağını istəyirəm. Bir çox hallarda sənin əslində güclü potensialın orada yatır. Hansı ki, o potensialın bir zamanlar bastırıldı, bəli, bu həqiqətdir. Amma indi sən bunları üzə çıxara bilərsən, indi sən bunları gerçəkləşdirə bilərsən. Belə, bunları bilməyini istəyirəm və özündə zəif kimi adlandırdığın, görmək istəmədiyin tərəflərin bəlkə səni əslində sənin ən güclü tərəflərindir və ən güclü versiyaya aparacaq. Bundan çox-çox xəbərsizsən. Belə, bunları sadəcə eşitməyini və bilməyini istədim ki, kölgə tərəfləri o zəif adlandırdığın tərəfləri görə bilərsən. Çünki onlar çox dəyərlidir və insan həm zəif, həm güclü tərəflərdən var olan bir varlıqdır. Yəni, əslində heç birimiz tam olaraq bir tərəfi əks elətdirmirik. Yəni, bir tərəfindən mövcud olmuruq. Mümkün deyil bu. Çünki insan əslində
göründüyü qədər və ya da ki, insanlara göstərdiyi qədər görünmədiyi yerlər də ona aiddir. Görünmədiyi və ya da göstərə bilmədiyi tərəflər də ona aiddir və bunu bilməyini və qəbul etməyini istəyirəm. Çünki bu çox gizli bir belə deyək də nöqtədir ki, hansı ki açardır ki, sənə aparacaq potensialı var və potensialını açıb daha da bəlkə də firavan, daha da çox istədiyin o yaxşı həyatı yaşaya biləcəksən ki, buna da onsuz layiqsən, yəni.